Naxçıvana dəmir yolu üçün Azərbaycanla texniki iqtisadi əsaslandırma aparırıq. Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos deyib. İrandakı müharibə vəziyyəti səbəbindən cənub ticarət yolları artıq mövcud deyil. Buna görə də ən yaxşı seçim orta dəhlizdir. Biz də iştirak edirik. Bəli, Tramp da iştirak edir. Ermənistan ərazisindən keçən 42 kilometrlik dəhliz layihəsi var. Azərbaycanla işləyirik, Naxçıvana dəmir yolu üçün texniki iqtisadi əsaslandırma aparırıq. Həmçinin Türkiyə ilə əlaqəni yaxşılaşdırmaq üçün danışıqlar gedir. Bu gündəm nəqliyyatdan daha çox vacibdir. Bura enerji və rəqəmsal infrastruktur da daxildir. Enerji xüsusilə vacibdir, çünki hazırda ciddi risklərlə üzləşirik, o vurğulayıb. Bundan əlavə Avropa İttifaqının Xarici İşlər Nazirləri bugün Ermənistanda yeni mülki missiyanın fəaliyyətə başlamasına icazə veriblər. Bu barədə Azatutyun məlumat yayıb. Bildirilib ki, missiya İrəvana seçki prosesinə qarşı xarici manipulyasiyalar, kiberhücumlar və qanunsuz siyasi maliyyələşmə kimi hibrid təhdidlərlə mübarizədə kömək edəcək. Məlumata görə missiya yaxın aylarda fəaliyyətə başlayacaq, 2 illik mandata malik olacaq və Ermənistan Respublikasında Avropa İttifaqı tərəfdaşlıq missiyası adlandırılacaq. Qərara əsasən Ermənistan Respublikası Avropa İttifaqı tərəfdaşlıq missiyası Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşdirdiyi AI missiyasını əvəz edəcək. AI missiyasının 4 illik mandatı 2027-ci ilin əvvəlində başa çatır. Yeni missiyanın əsasən paytaxtda Ermənistan hakimiyyəti ilə sıx əməkdaşlıq edəcək 20-30 nümayəndədən ibarət olması gözlənilir. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-sində keçiriləcək.